Hər divarını, hər otağını, hər koridorunu əzbər bildiyimiz məşhur Fort Boyardın tarixi. Müdafiə qalasından şou proqrama gedən yol. Boyard qalası Fransanın qərb sahillərində, Atlantik okeanının sularında yerləşir. Sən demə bu qalanı 1801-ci ildə Napolyon Bonaparte tikdirib. Lakin o, qalanın hazır halını görə bilməyib. Fort Boyardın inşası uzun illər, fasilələrlə davam edib və tikinti nəhayət 1857-ci ildə başa çatıb. Qala hazır olanda artıq əvvəlki strateji əhəmiyyətini itirmişdi. Bir müddət həbsxana kimi istifadə edilib. 1913-cü ilə qədər isə müdafiə qalası kimi fəaliyyət göstərib. İkinci Dünya müharibəsi dövründə Almanlar buranı atış təlimləri üçün istifadə ediblər. Müharibədən sonra qala yararsız hala düşüb. Hökumət qalanı satışa çıxarıb. Auksiyonda bir diş həkimi Fort Boyardı cəmi 20.000 franka satın alıb. Uzun illər qalada heç bir iş görülməyib. Bütün biznes ideyaları uğursuz olub. Nəhayət, 1989-cu ildə məşhur prodüser Jacques Antoine Fort Boyardı 1,5 milyon franka satın alıb. Jacques, qalanın eksklüziv istifadə hüququnu özündə saxlayaraq onu simvolik qiymətə, 1 franka Şarant dənizi baş şurasına satıb. Müqaviləyə əsasən şura qalanı əsaslı təmir edib. Qalanın bərpasından sonra 1990-cı ildə Fort Boyard televiziya şousu başlayıb və bütün dünya bu qalanı tanıyıb. Müdafiə qalası kimi uğursuz olan Fort Boyard televiziya proqramı kimi milyonlarla izləyicinin ürəyini fəth edə bilib.